Paşa Holding layihəsi olan Future Shapers proqramının açılışı olub. 3 ildir təşkil olunan proqramın məqsədi istedadlı tələbələr və məzunların inkişafına dəstək olmaqdır. Future Shapers proqramının əsas istiqamətləri kiber təhlükəsizlik, innovasiya, məhsul mədəniyyəti, data və analitika mövzuları olub. Proqram Paşa Holdingin öyrənmə və inkişaf mərkəzi olan Paşa Hub tərəfindən təşkil olunur. Paşa Holdingin və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini gənclərlə bölüşüblər. Texniki, eləcə də rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə Paşa Holding və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılarla Paşa qrupun baxışı, karyera və inkişaf imkanları barədə fikirlər bölüşüblər. Future Shapers proqramı Paşa Hub tərəfindən artıq 3-cü ildir ki, təşkil olunur. Bu tədbirin təşkili əslində təhsil sahəsinin və ümumilikdə gənc nəslin inkişaf mövzusunun Paşa Holding üçün nə dərəcədə önəmli olmasının göstəricisidir. 1000-dən çox qeydiyyatımız var və bu qeydiyyatlar arasında təhsilini xaricdə alıb daha sonra Azərbaycana geri dönmüş şəxslər də var. Həm bugünkü kick-off tədbiri, açılış tədbirimiz, eyni zamanda bundan sonra baş tutacaq mərhələlər iştirakçılar üçün faydalı olmağına ümid edirik. Növbəti mərhələdə iştirakçıları qabiliyyət imtahanı və biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər Paşa qrup şirkətlərinin istedadlar siyahısına daxil ola biləcəklər.